Yəni buradan istər soğuq, istər böcüklər, istər soyuq, istər isti qalxacaq yuxarı mərtəbə. İkinci mərtəbəndə istilik gəlib buradan qalxacaq və bu mərtəbəndə istilik buradan qalxıb gedəcək. Bu da evdə istilikdən söhbət gedə bilməz. Çünki niyə? Həmin hissələr müəyyən qədər sulanmalıdır ki, saat 22:01 axşam saatlarıdır. Sabahki sifarişimiz üçün gəlmişik satış yerimizdən izolyasiya məhsulu götürməyə. Səhər saat 04:55 və yoldaşları götürüb çıxırıq Qubaya. Nəqliyyat vasitəmizin yüklü olmağını nəzərə alaraq təzə yolu seçdik. Çünki köhnə yolda biraz latoklar çoxdur. Gəlib çatdıq ödəniş məntəqəsinə və Quba üçün 9 manat 77 qəpik. Amma bu yol üçün o pulu verməyə dəyər. Çünki yolun rahatlığı və nəqliyyat vasitəsinin istismar müddətini nəzərə alaraq ödəniş etməyə dəyər. Artıq bizə göndərilən məkana uyğun olaraq və buradan sağa dönüb gedirik Qubaya. Hə, yoldaşlar, girdik Qubaya. Bir dənə Quba mahnısı gəlsin. Gəlsin. Bir yanı dağ, bir yanı çılgın dəniz. Ulaqlarından su gəlir tərtəmiz. Gələnlər olur sənə heyran Quba. Ah, səni biz çox sevirik can Quba. Var Qubanın da igid oğlanları, tarixə iz qoyan pəhləvanları. Həqiqətən də vətənimizin igid oğullarıdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu oğulları yad etmək həqiqətən də gözəl bir hissdir. Xülasə gəlib çatdıq mənzil başına, ağsaqqalla salamlaşırıq. Salamünaleyküm. Hər vaxt xoş xeyir olsun. Gözəl mənzərənin içində gözəl tikili, xeyirli olsun sahibinə. Dayı xeyirli olsun. Sağ olun. Xeyrin görəsin inşallah. İlkin olaraq tərəfimizdən tavan və döşəmələr izolyasiya olunacaq. Demək olar 3 hissəni izolyasiya eləyəcəyik. Yuxarı mərtəbə, mərtəbə arası və döşəməni izolyasiya eləyəcəyik. Dava paltarımızı geyinirik. Başlayırıq. Məhsulun mərtəbə arasında üstünlükləri iyidi, qoxudur, müəyyən qədər səsdir və ən əsasda isə isti soyuğu mükəmməl formada qorumasıdır. Nəzərə alsaq ki, tutaq ki, siz yuxarı hissələrin radiator kombi sistemlərini söndürmüsünüz və aşağıda yaşamaq istəyirsiniz. Bəli, aşağı sistemlərin hamısını qoşursunuz və rahatlıqla aşağıda yaşayırsınız. Yəni aşağı mərtəbənin istiliyi heç bir halda yuxarı qalxmır. Və yaxud da ki, yay aylarında kondisioneri qoşmusunuz, otaqların birini və ya mərtəbəni sərin etmək istəyirsiniz və belə olan halda digər mərtəbələrə, digər otaqlara sərinlik keçmir. Yəni bir otağın xərcini çəkmiş olursunuz. Yəni bu məhsulun xüsusi üstünlüyü bundan ibarətdir. Nə yaman sakitçilikdir. Mən bayaqdan danışıram, bunlar yoxdular. Buna bax, çiyələkdən gəlirlər. Nə bilim kirpi ilə oynayırlar. Hələ bu turbaya başım vurur. İndi də çıxıb pəncərədə Wi-Fi axtarır. Nə vaxt deyəcəksiniz? Gördüyünüz bu dam sahəsinin hamısını biz izolyasiya etmiş olsaq belə, bir dənə bu müdaxilə qapağında xüsusi bir iş görməsək və yaxud da ki, hər hansı bir tədbir görməsək, burada evdə istilikdən söhbət gedə bilməz. Çünki niyə? Birinci mərtəbəndə istilik gəlib buradan qalxacaq və bu mərtəbəndə istilik buradan qalxıb gedəcək. Yəni sanki belə deyək də biz simavarı qalamışıq, kənarlardan istilik getmir, yalnız tutqeçdən yuxarı istilik gedir. Eynilə də bu həmin rolu oynayır. Əgər bu müdaxilə qapağı düzgün bağlanmasa. Müdaxilə qapağını artıq bağladıq, alçıban işlərində düzgün qaydada açılmalıdır. Padvalda döşəmənin altının tozlu olmasını nəzərə alaraq bizim tərəfimizdən məhz həmin hissələr müəyyən qədər sulanmalıdır ki, müəyyən qədər toz aradan getsin ki, köpük poliuretan izolyasiya taxtaya mükəmməl formada yapışa bilsin. Nəzərə alsaq ki, bura həm mərtəbə arasıdır. Fikir verirsinizmi? Yaxınlaşdırıram, bax, görürsünüz, mərtəbə arasıdır və işıq düşür. Yəni buradan istər soğuq, istər böcüklər, istər soyuq, istər isti qalxacaq yuxarı mərtəbəyə. Bu döşəmənin altı bütövlükdə izolyasiya olunsa, bax belə. Əgər bax hissələrə diqqət olunmasa, diqqət edin. Bax bu hissələrə diqqət olunmasa, burada izolyasiyanın nəticəsində söhbət edir. Çünki nəzərə alsaq ki, bütün kənarlarda olan Bluetooth yerlərindən hava işləyəcək yuxarı. Diqqət edin ki, bu fayqanın altını artıq biz görmürük və oradan soyuq hava axını məhz döşəmənin altından içəri işləyə bilər. Ona görə biz demək olar fayqanın üstünü tamamilə zərif etdik ki, soyuq hava axını məhz döşəmənin arasından yuxarı keçməsin. Bir daha yoxlanışı gördük. Axırıncı mərtəbəmiz, bütün otaqlar hazır. Eyni ilə ikinci mərtəbədə hazır. Yəni bura yaşayışın biridir. Və bu da padval. Padval demək olmaz, hündürdür. Padvalımız da tamamlandı. Xeyirli olsun sahibinə. Qubada işlərimiz. Oldu demək. Allah amanında. Görüşmə ümidi ilə. Tanışdığımıza da şad olun. Sağ ol. Beləcə, saat 19:49 və biz yola düşürük Bakıya.
Məhsul seçimi və sifarişləriniz üçün Abşeron Ticarət Mərkəzində yerləşən 114 İzolyasiya qrup mağazamıza yaxınlaşa bilərsiniz.